Salam əziz izləyicilərim, xoş gördük İstiqat Rəni mətbəxində. Mən bugün bol meyvəli piroq hazırlayıram, sizinlə də bölüşürəm. Meyvə vaxtı nə qədər ki, meyvənin mövsümidir, qəşəng bol-bol bişirin. Çox ləzzətli olur, dadlı olur. Gavalı ilə şəftəlidən hazırlayıram piroqu. Ancaq meyvəsini bol eləyirəm. Məsələn, reseptlərdə yazılır 300 qram, 400 qram, yox. Mən demək olar ki, 1 kilodan da artıq 2 meyvənin qarışığından elədim. Qəşəng 5 yumurta, 2 stəkan şəkər tozu qarışdırıram ağarana qədər. Vanil əlavə eləyirəm. 2 paçka vanil əlavə eləyirəm. 2 paçka qabartma vuracam indi undan bir yerdə. Yağını da əlavə eləyirəm. Kərə yağı ilə çox ləzzətli dadlı olur. Margarinlə də olar. Duru yağla da olar. Kimin evində nəyi var, əlində nəyi var ondan bişirsin. Bir paçka 200 qram da kəsmiyə əlavə eləyirəm. Bir dənə də balaca, elə bil çox böyük yox, elə hardasa o da bir 100 qram olar. Xama əlavə eləyirəm. Xama olmasa da, yəni problem yoxdur. Qatıqla əlavə eləyir. Qatıq sulu olsa süzün, süzmə xamadan da dadlı olur. Həmişə dediyim kimi. Qəşəng qarışdırırsan, ununu da əlavə eləyirəm. Gavalı ilə şəftəlinin qarışığını xəmirə də əlavə eləyirəm. Bir də üzərinə də düzəcəm. Ona görə dedim ki, bol-bol qəşəng meyvəni əlavə eləmişəm. Çox dadlı, ləzzətli. Çox gözəl piroq alındı. Bütün meyvələrlə piroqlar dadlı olur. İnşallah siz də hazırlayın. Meyvənin indi ən gözəl vaxtıdır. Təzə meyvələr cürbəcür qəşəng. Üzərinə də belə doğramışam qəşəng. Gavalı ilə şəftəlini yığıram üzərinə. Qəşəng səliqə ilə yığıram ki, meyvəni çox tutsun. Çünki o meyvə çox dad verir, ləzzət verir. Üzərinə də şəkər tozu əlavə eləyirəm. Zövqə görədir. Kim istəsə az, kim istəsə çox. Mən biraz çox əlavə eləyirəm. Çünki meyvədə istəmirəm belə çox turşməzəlik olsun da, xəmirdə. Şirniyyatda belə çox, biraz şirinlik verir. Şəkər tozu çox dadlı eləyir. Çox ətirli, dadlı, ləzzətli piroq alındı. İnşallah siz də bişirin. Hər hansı bir meyvədən bişirmək olar. İndi elə gavalının, şəftəlinin mövsümidir. Mən əri ilə də bişirmişəm. Vişni ilə, gilasla. Çox gözəl olur. Hazır oldu piroqum. Çox dadlı, ləzzətli. İnşallah siz də bişirərsiniz. Allah hamıya bol ruzu versin. Süfrənizə bol ruzu, bərəkət versin inşallah. İstədiyinizi bişirəsiniz, düşürəsiniz qəşəng. Sağ olun, sağlıqla qalın.